Bu da maraqlıdır biraz, diqqətli olun. Euler-Venn diaqramında kəsişməsi boş deyil. Yəni 2x çıxı 3 0 deyil. Onda bu 0-dan böyük olmalıdır. Onda x 1-dən böyük olur. Yəni minimum 2 olur. Yəni x-ə sən 1 verə bilməzmişsən. Bunu bilin. Sonra Məmnuniyyət edirəm. çünki deyir kəsişməsi boş deyil. Bura var, element var. Sonra A və B üçün elementlər sayı verilib. Cümləni tam oxumaq lazımdır. Və deyir x, y, z natural ədədlərdə fərqlidir. İndi bu birləşdirəndə diqqətli olun bir şeyə baxacağıq. Bu 5x eləyir. Y bir dənə var. Z 3 dənə var. Çıx 3 var. Bax, belə bir cəmin ən balaca qiymətini axtarıram. Və x 2-dən başlayır. Ona görə x-in elə 5-i nəyə vursam ən balaca eləyər belə şərt daxilində 2-yə. Yəni x 2 olacaq. Yaxşı, burada necə verim? Müxtəlifdir deyir ha. Yəni sən y-ə 1 verə bilməzsən. 1 deyirəm, 2 verə bilməzsən. Müxtəlifdir deyir. Ona görə nə Mən orada edirsən? da Bax, y-lə z-ə ən balaca olduğuna görə də 2 verə bilmirsən, ya 1 ya 3 verəcəksən. İndi bax, bunları qiymətləndir. Z-ə 3 versin böyüyər. Z-ə nə ver? 1 ver. Y-ə nə ver? 3 ver. 3'lər istədim. Gördünüz? Bu da nə qədər eləyir? 13. Bəs x, y, z-in müxtəlif natural ədədlər olduğu deyilir da. Y-ə niyə mən 2 vermədim məsələn? X-ə 1 verə bilmirdim ona görə. Çünki x burada neçədən başlayırdı? 2-dən. Bəs y-ə niyə 3? Niyə məsələn 1 yox? Çünki 3-ü z olaraq götürsəydim 9 eləyərdi. Bura böyük eləyərdi. Yəni yenə Orada mühakimə. müxtəlif deməsə, amma eləmək olardı. 1 1 vermək olardı. da 1 seçdi. Niyə deyilməsin ki? İndi görək bu nə deyir? Baxaq. Bir diaqramı bu cədvəl deyir buna. Bu cədvəli oxumaq lazımdır.